پسرا یه سوال، ما دخترها چجوری بفهمیم شما واقعا دوستمون داریم؟ O adam ki səni söyür, bu onun nə vicecisi var. Əvvəl budur ki, çox tərin zənci və peyamı sənədir. Çün sən zindiqanlığının mühümtərin adamısan. İkinci budur ki, sübhlər o zaman ki yuxudan durur, əvvəlin adam ki sorağını tutur və xəbər bilir biləsindən sənsən. Daim bunun dalısındadır ki, bilə hardasan, nə yaşıyorsan, kiminənsən. Nə bu ki, istəyə kontrol eləyə bilər və ha? Çün mühüm sən biləsinə, ona görə həvası səndə var. Əslən mühüm deyil ki, nə qəd başı şuluqdur və şuluqluqların arasında. Səni xali vaxt ayırır. Münasibətsiz səni həmişə xoşhal edir. Nə ki, istəyə hər gün gül ya bahalı kado ala bilir. Vəli hər kiçik mövzudan istifadə eləyir ki, gülüşü otur da sənin dodaqlarında. Tamamı zoziyatıva diqqət edir. Başımın tükünə, laçuva və hətta libasuva. Zoz itərin təğyiratı səndə mütəvəccüh olar və gülər ki, nə mənədən xoşun gəlir və nə mənədən xoşun gəlmir. 7-ci budur ki, sənin böyüklərin təşviq konəndən və hamindir. Xoşu gəlir ki, həmişə səni müvəffəqiyyətdə və tərəqqidə görə. 3 dənə də bu vicecilərdən kəpşində yazmışam. Bu postu yolla o adama ki, bu sözləri eşidəndə o yadıma düşdü.